20-ci əsrin əvvəlləri Azərbaycanda mədəni hadisələr. İlk öncə deyirik ki, bu dövrdə Azərbaycanda 19-cu əsrdən qalma şəhər məktəbləri fəaliyyət göstərirdi. Rus-Azərbaycan məktəbləri fəaliyyət göstərirdi. Üsul cəd məktəbləri fəaliyyət göstərirdi. Yəni bunlar hələ də öz fəaliyyətini davam etdirirdi. Bununla paraleldə Hacıbəyli Tağıyevin təşəbbüsü ilə 1901-ci ildə Bakıda ilk pansion tipli, pansion yəni yataqxana tipli məktəbin açılması qızlar üçün məktəb açılacaqdı. 1901-də Bakıda. Eynisi 1902-ci ildə Gəncədə açılacaq. Gimnaziya nə işdir? Yox, başqa şeylər bunlar. 1902-cidə pansion tipli məktəb açılacaq. Bu yataqxanalı məktəb sistemidir. Yaxşı, dedi ki, pansion tipli məktəblər açılacaqdı və bunlar qızların təhsil yönəlməsi, onların ana dili təhsil almasına çox böyük töhfə verəcəkdi. Həmçinin milli kadrların, yəni xanım kadrların hazırlanmasında böyük töhfə verəcək. Bu məktəbin açılmasında Həsən bəy Zərdabi çox böyük rol oynamışdı. Hətta Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova 1901-də açılacaq Bakıda Qızlar Məktəbinin direktoru vəzifəsini daşıyacaqdı. 1906-cı ildə Azərbaycanda müəllimlərin qurultayı keçiriləcək. Burada müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, ana dildə təhsilin verilməsi, qadınlara təhsilin verilməsi, milli müəllimlər seminariyasının açılması ilə bağlı planlar və proqramlar qəbul olunacaq. Bu proqramların üzərinə 1914 və 1916-cı illərdə Bakı Gəncədə müəllim seminariyaları fəaliyyət göstərəcəkdir. Müəllim seminariyaların fəaliyyət göstərməsi 20-ci əsr Azərbaycan, Şimali Azərbaycanı 19-cu əsr Şimali Azərbaycanı oxşar cəhətdir. Orada 81-də müəllim seminariyası İrəvanda açılır, burada da Bakı Gəncədə açılacaq. Yəni bunlara xüsusi diqqət edirik. Çünki qəbulda hər zaman Şimali Azərbaycan 19-cu əsr sonu 20-ci əsrin oxşar cəhətləri tipli suallar çıxır qabağımıza. Sonra bu dövrdə şəxsiyyətlərə baxdığımızda Əli bəy Hüseynzadə və Şah Taxtinski İkisi də Sorbonne Universitetini qutarıb, ikisi də şərqşünasdılar. 19-cu əsrdəki Mirzə Kazımbəyovla Topçubaşov kimi oxşar cəhət. Şərqşünaslarımız bunlardır. 20-ci əsrin əvvəllər şərqşünaslarımız. Sonra bu dövrdə həmçinin dediyimiz bir də Firdun bəy Köçərli var, maarifçimiz idi. Azərbaycan dilində dərsliklərin hazırlanması, Azərbaycan dilində məktəblərin yaradılmasında çox böyük rol oynamışdı. Bildiyim qədər ədəbiyyat keçmişsiniz. Sonra bu dövrdə Əhməd bəy Ağayev var idi, Həsən bəy Ağayevlər var idi. Yəni bunlar da şəxsiyyətlər olaraq mövcud olacaq. Qəzet və jurnallar Şərqi Rus, Kaspi var idi, Açıq Söz var idi, Müsavatın qəzeti. Sonra Molla Nəsrəddin jurnalı var idi, ilk satiranın əsasını qoyacaqdı. Sonra bundan paraleldə Şərqi Rus qəzeti ilk jurnalistika elminin əsasını qoyur Azərbaycanda. Yəni buna xüsusi fikir verin. Mətbuatın əsasını əkinçi ilə qoyursunuz, jurnalistika elminin əsasını Şərqi Rus ilə qoyursunuz. Yəni ixtisas olaraq Şərqi Rus qəzeti ilk jurnalistika ixtisasının əsasını qoyan sistemi tətbiq edəcəkdir. Sonra bundan paraleldə nə deyəcəyik? Bu qəzet və jurnallar var idi. Şimali Azərbaycanda satiranın əsası Molla Nəsrəddin jurnalından qoyulursa, Cənubi Azərbaycanda Azərbaycan qəzetindən qoyulacaq. Həmçinin bu dövrdə Cənubi Azərbaycanda hələ də rüşdiyyə məktəbləri, yəni yeni tipli məktəblər, üsul-cəd məktəbləri fəaliyyət göstərirdi. Məktəb və mədrəsələrdə təhsil keçiriləcəkdir. Şimali Azərbaycanda bu dövrdə ilk professional aktyorumuz, yəni səhnələrdə oynayan şəxs kişi olaraq Ərəblinski olacaqdı, qadın isə Gövhər Qaziyev olacaqdı. İlk şərqdə operamız isə yazan Şövkət Məmmədov olacaqdı. Şərqdə ilk opera isə Leyli Məcnun əsəri olacaqdı. 1908-də səhnələşdiriləcəkdir. Cənubi Azərbaycanda 1909-cu ildə ilk teatr, 1916-cı ildə ilk teatr binası tikiləcəkdir Cənubi Azərbaycanda. Şimali Azərbaycanın 1873 ilə teatr verilir, 83 ilə də teatr binasını verəcəkdir. Həmçinin Azərbaycanda, Şimali Azərbaycanda ilk səssiz film olan Neft və Milyonlar Səltənəti adlı film çəkiləcəkdir. 1916-cı ildə film çəkilir və bu filmdə də Ərəblinski fəal rol alacaqdır. İlk rejissor və beləliklə aktyorumuz. Bu dövrdə memarlıq abidələrimizə gəldiyimizdə yenə Hacıbəyli Tağıyevin tikdirdiyi Qızlar Məktəbi olacaqdı, Bakı bulvarı olacaqdı. Bunlar da memarlıq abidələri sırasına daxildir. Bu da sizin 20-ci əsr